Salam dəyərli şagirdlər, əziz abituriyentlər. Mən Emil müəllim Səyev. Bugün sizə 15 mart tarixində düşən sualları izah edəcəm. Gəlin başlayaq birinci sualdan. Deyir, çoxluqları verilmişdir. Nə oldu buna? Deməli, bir dəqiqə bağışlayın. Çoxluqları verilmişdir. A-nın B-dən fərqinin elementlərinin sayını tapın. Ortaqları gəlin silək. 2-lər getdi. 4-lər hər ikisində var. 6-lar da hər ikisində var. A-nın B-dən fərqi 1, 3, 5. 1, 3, 5. Yəni burada uyğundur B variantına. 61-ci sual. Deməli, getdik növbəti suala. Deyir, F3-ü hesablayın. Sadə sualdır. Gətirib yerinə qoyacaqsan. 2 vurulsun 3 plus 3 bölünsün 3-ün kvadratı plus 2. Aşağı 11 elədi. Yuxarıda elədi 9. Cavabımız oldu 11-də 9. Getdik növbəti suala. Kəsrini ixtisar edin. Bu da sadə sualdır. Yuxarını bilir ki, şagird 5A çıx 4 və 5A plus 4'dür. Aşağıda 5A plus 4'dür. O da bunlar getdilər. Qaldı 5A çıx 4. Sonra düzbucağının diaqonallarının sayı şifaidir. Burada cavab 2'dir. Çox həddisinin vuruqlara ayırın. Buradan yenə də 12A'nı çıxartsaq çölə olacaq A çıxılsın 2. 12A'nı çıxartdıq, oldu A çıx 2. İfadəsinin qiymətini tapın. 16'nın üstündə 0,36 plus 0,14. 16 üstündə 0,5. 2'də 1, bu da eləyər 4. 4-cü rübdə yerləşən A nöqtəsindən apsis oxuna qədər məsafə 4. Ordinat oxuna qədər məsafə 6'dır. Təbii ki 6 vayd sağa yedimsən, 4 vayd aşağı. Bu da olacaq 6 mənfi 4. Getdi növbəti suala. 4 faktorial üzərinə gəlsin 3 faktorialdır bu. 4 faktorial üzərinə gəlsin 3 faktorial. 4 faktorial 1 vur 2 vur 3 vur 4. Üstünə gəlsin 6. Yəni 24 6 30. Burada uyğundur B variantı. Deyir, çoxluğundan təsadüfi seçilmiş 2 elementin A-nın B-dən fərqi ehtimalını tapın. B çoxluğu A çoxluğuna daxildir. 2 element seçirəmsə, onda A çoxluğundan təsadüfi seçilmiş 2 element. Onda aşağıya yazıram 9 elementdən ikisini seçirəm. Kombinizon 9-dan 2. İstəyirəm ki, həmin 2 element A-nın B-dən fərqinə daxil olsun. A-nın B-dən fərqi onsuz da 5 dənədir. Kombinizon 5-dən 2-yə. 9'dan 2'ye 9 vur 8 bölü 2'dir. 5'ten 2'ye de 5 vur 4 bölü 2'dir. Onda bizdə eləyər 18'də 5. Yəni B variantı. Trapesiyanın sahəsini tapın. 2 plus 4 bölü 2 vur 12. Yəni 2 plus 4 6 2 bölü 3 vur 12. Bu da eləyər bizdə nə qədər? 36. 71. sual. Deyir, kosinus alfa. Kosinus alfa A bölünsün C'dir. A bölü C vurulsun tangens beta. Tangens beta A bölünsün B'dir. Oldu A kvadratı bölünsün BC. A kvadratı bölünsün BC. Kosinus 20 sinus 10 dərəcənin. Sinus 10 dərəcə bərabərdir. Kök altında 1 minus kosinus 20 bölü 2'dir. Onda kök altında 1 minus A bölü 2. Kosinus 271 dərəcə, bu 4-cü rübdür, müsbətdir. Tangens 187 dərəcə, 3-cü rübdür. Tangens orada müsbətdir, qabağında mənfi var. Bu da mənfidir. A müsbət, B mənfi. Biraz tez izah edirəm ki, zaten cavablar bizə maraqlıdır. 74-cü sualda uzunluqları 500 və 300 olan 2 tüneldən birincinin, deməli, birincinin son nöqtəsi, ikincinin başlanğıc nöqtəsi arasındakı məsafə 15'dir. Bəli, şəkildə də verib 15'dir. Onda biri kilometrdir, biri metrdir. Uzunluğu 200 metr və sürəti 64 olan qatar birinci tüneldən girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tüneldən tamamilə çıxar? Neçə dəqiqə sonra? 15 kilometr. Deməli, belə eləyək də, yolları toplayaq da. 500 üstünə gəlsin. 15.000 üstünə gəlsin 200, üstünə gəlsin 300. Doğru mu? Bunu bölərik. Sürətini də verib 64'ə. Bu da eləyir bizdə 1500, 2000, 64'də qısa geçsə
16. Düzdürmü? 16, 4'də 1, 4'də 1 saatla tapmışıq. Vurduq 60-a 15 dəqiqə. Cavab 15. Getdik növbətiyə. İfadə köklərinin hasilini tapın. Köklərin hasilini tapın. İçərini dərhal bərabər etsən 2-nin kubu 8-ə. Olur t kvadrat 3t plus 4 bərabərdir 8-ə. T kvadratı minus 3t minus 4 bərabər 0-a. 4 ilə mənfi 1-dir. Onda 2 əsasdan x əgər 4-dürsə, x 16-dır. O birisi də 2-də 1 isə cavab elədi 8. Hasilini tapın. Gəldik bura. Bərabərsizliyin tam həllərinin cəmini soruşur. X çıx 7, x plus 1-dir. Kiçilir 0-dan. Bunun cavabı mənfi 1-dən 7-yədir. Mənfi 1-dən 7-yə də hansı ədədlər var? 0, 1, 2, 3, 4, 5, 6 bu ədədlər. Bunların cəmini soruşur. Neçə eləyir? 21 eləyir. 4, 6, 10, 10, 20, 21. Burada cavabı 21. 77. Oturacağın perimetri bu. Yan teli bu. Prizmanın yan səthin sahəsi. Prizmanın S yanı bərabərdir. P oturacaq vur H. Yəni 15 vur 9. Deyəcəksən ki bu H-dır, bəli. Düz prizmada yan tel hündürlüyüdür. 135. 78. Buraya elədi 2, 7. Buraya elədi 3. 3 əsasdan 3, 1. 14 da 2. 16. Buradan çıxdı 4. Logaritma 2 əsasdan 4. Bu da elədi 2. Nə oldu? Aha. Katetləri 6 və 8 olan düzbucalı üstbucağın böyük katet ətrafında fırlanmasından. 8-dir, burada 6-dır. Fırladaq bunun ətrafında. Fırlatdıq. 6-dır, 8-dir, burada 10-dur. Onda pi r l. 6 vur, pi vur. L'dəki 10-dur. 60 pi. Burada cavab 60 pi. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqısı 1000 manatdır. Satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Aydındır. Yanvarda artıq 1400 manat alıb. Deməli 400 manat artıq. Fevralda, bu da mənim keçirdiyim sınavda var idi. 1560, yəni 560. 250 manatın 4% nə qədərdir ki? 4%, 4-ə vurub 100-ə böldür. 10 manat. Bir dənə filtrdən 10 manat qazanır. 400 manat qazanıb, deməli 40 dənə filtr satıb. 560 manat qazanıb, deməli 56 dənə filtr satıb. Bunun neçə ədəd çox filtr? 16 ədəd. Printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişsə, bunların neçəsi rənglidir? Rənglərin sayına x deyək. Ağ-qaralara y deyək. 50 saniyəyə çap edilirsə 50x üzərinə gəlsin. 30y bərabərdir yarım saat. Yarım saat 30 dəqiqə. 30 dəqiqə də 1800 saniyə. Böldük, böldük. 5x plus 3y bərabərdir 180-da. Aha. 40 səhifə çap etmişsə x plus y bərabərdir 40. Yazdım bunu. Səndən nəyi soruşur? Bunların neçəsi rənglidir? Rənglilər x, y yoxa çıxart. Y yoxa çıxartmaq üçün 3-ə vur. Eləsin 120. Yuxarıdan aşağı çıxdıq. 2x bərabərdir 60. X bərabərdir 30. 30 dənə. 82. BAD 90 dərəcədir. Onda AB-ni verib kökdə 5, AC-ni verib 1. Kökdə 5-in kvadratı bərabərdir. AC vurulsun AD. Buradan tapacağıq ki, deməli, neynəmsən canavar? 1 vurulsun AD. Bəli, AD bərabərdir. Deməli, gözləyirəm, neçə almışsan, 100-ümüz var, yoxsa yox. AD bərabərdir 5. 5 isə bura 1 isə bura 4. Vaxt aparandır. Vaxt aparandır. Bu mənim sınavımda var. O birisi var. Filtr izah eləmişdim. Filtr yazmışdım var. Keçən gün hansı sınavdaydı o? Bilmem ama filtr var idi. Bundan sonra işte var idi. Bu de bu. Yok bu da var. 83 de var. Deməli,
Buradan bura bir dənə perpendikulyar çəkdim. Bura bölündü 2. Buradan bu qədər Bunu radius oldu. çəkdim, 3. vaxtım qurtardı. Yazamadım bunun o tərəfini. Aha. Ay ya, mənə buna bal verərlər. Gözlə videonu İki çəkim yaşım qutarım da. hə. Qutarıram, baxıram insanlara, qutarıram. Burada radius oldu, burada cavab 3'dür. Burada 3'dür. Gəldi bura. Hə, topludaş sualdır da bu. Bu sınavınızda da var idi. Deməli, D-yə 12-dir, hanı D-yə 12-dir. B-də 20-dir, hanı bu B-də 20-dir. A-da da 9-dur, A-da da 9-dur. Burada 20-dir. Dostum 20 buradır, 12 buradır. 16. Bura oldu 16. Bundan bu babuçka var. Düzdür? Bura 9K-nı yapışdırdın, burada 16K-nı yapışdırdın. Toplam 25K 20 değil. 25K 20 değil. Buradan K'nı tapdın nə qədər? Bunu da 8. Səndən haranı soruşur? Deyir 9K'da 7.2. CD məntəqəsi 9K 7.2. Bunu neyəm sənə? Qəşə saldı. Vurduq, topladıq, все. Buradan topladıq. Bir dənə oxu. Bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, gediş dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayin bir şirkətdən aldığı deməli seyirli rüskamini yazırsan. Fərq verirsiniz. Deməli indi buna yazsaq, belə yazarıq da, tənlik quraq. 150 vurulsun, belə yazmışsan gör. 180 minus x. Bunu yəni onlar 180x bərabərdir. 150 vurulsun x plus 4. Bunu yəni 180. Burası bunu oxumağa vaxt gedir də. Niyə 180 çıxı x oldu? 18 çıxı x olmalı. 18 çıxı x. 180 yazmışım ha. Cavab orada səhvdir. İndi baxaq. Bunu hesablayaq da. Hesablayaq. Bunu hesablasaq nə alırıq? Alırıq x plus 90 bərabərdir 100 çıxılsın x. Buradan x-i nə tapmısan Ayşən? X10 tapdım. X-i 5. 2x 10'dur. Gözləyin, mən nəyi hesabladım? Hesabla. 2x. X tapdın 5. X-i 5 tapandan sonra səndən nəyi soruşur? Nurayın aldığı tək istiqamətli. 9. Bir abır olasın sən. X-i mən tapmışam. Nə gözləyin, təzini hesabını görürüm. Bir dənə hesablayacağım, bəlkə mən hesab edirəm. Onu səhv hesabladım. Aqil, bu da qəşəng sualdır. Bunu sardan Abi bu qəşəng sual idi mən. Ədəd silsiyyə ilə bomba Demin görüm neçə yazmısan? 10. Qəşəng. Qəşəng sual. Ədəd silsiyyə ilə getdim, qəşəng çıxdı. Mən birinci bu suala baxmışam. 79, 80, 81 asan sual idi. Deməli, Bir dənə 85 qəşəng idi. mən bu sualdan qorxuram. Bu bundan. 2 dənə 20 qəpiklik, üstünə ənsin 3 dənə 10 qəpiklik. Yəni ki, birinci gün nə qədər aldısan? Yəni gözüm. 1 mat 20 qəpik. Ay sağ 120 qəpik. O bir gündə İkinci 200 gün qəpik. deyir ki, artırıb 2 dənə 50 qəpik. Sonra nə yazmısan? 3 dənə 20 qəpik. 3 dənə 20 qəpik. 4 dənə 10 qəpik. 4 dənə 10 qəpik. Bu nə qədər pul edir? 200 qəpik. 200 qəpik. Düzdür? Şu. Neçə qəpik artıb? 80 qəpik, 80 qəpik artır. Deməli D80. Onda D80-dir, ay sağ. D80-dirsə, bunu tutdunsa qəşəng gedəcək. Bunu tutdunsa, buradan da alacaqsan, hə? Story yerinə qoyuruq. Story yerinə yaz getsin. 2A1 plus n-1D M1 bölünsün 2 2 vur n N. bərabərdir 4800. Ay sağ ol. Gətir birinə yazdım. Buradan da n tapdın neçə? n10. 10. Sadəcə getdi, bunu da göndərdik uşaqlarımıza ki, yoxlasınlar. Hə? Hansını? 84-ü. 84'ü bu bir dənə Yəni bax. vərəqdə yazdım, vərəqim yoxdur, yazamadım orada da. 150 vurulsun. Sən bunu yazmısan? Bir Mən dənə hesab baxın. səhvinə baxma nə? 150 vurulsun 18000x. Üstə gəlsin. Deməli 150 vurulsun 18 çıx x. Üstə gəlsin 180x. Üstünə gəlsin 180x. Mən də belə yazdım da. Bərabərdir 150x. 150 vurulsun x plus 4. Üstə gəlsin 180 vurulsun 15000x. 15 minus x. Kalkulatorun Ay hesabı. sağ ol. İndi bunların hamısı nəyə bölünür? Hə, keçsin 30-a. 30'a bölünür da hamısı. Düzdür? Hamısı 30'a bölünür. Bura oldu. Hamısı 30'a bölünür geçsin. Bura oldu. Burada kaldı 5. Burada kaldı 3. Burada kaldı. Burada 3 qaldı, amma 6 qalmalıdır. 6. Yəqin ona görə hesab olur. Burada kaldı 5. Orada da qaldı. Ürəkdirə verəsən. Ürəkdirə. Ay, o mən 100 sual cüzə atmışam. Bura 6. 90 çıx 5x. 90 çıx 5x. Üstə gəl 6x. Bərabərdir. 5x plus 20. Üstünə yəni. 90 çıx 6x. 90 çıx 6x. 90'lar gedər. 90'ları göndərdim. Get. Düz yazmışammış. Burada nə olacaq? Yaşa. Olur 2x bərabər 20, x bərabər 10. Oy da mən səhv yazmışam.
Mən düz Allah Canavar, tək Sağ məsələsi olun. var. Tək məsələsi var. Sağ olun. Amma bu kisən vaxtımı satmalıyım mənim. So, qəşəng bunu göndərdi YouTube-a. Amma bu kisən mən vaxtımı satmalıyım.